Dönərəm 2 dənə şagird gəldi, 30 dənə dönər götürdü. Saat 2 iradələrində. Hamısı da kamerada, məndə özümdə kamerada var. Təzə-təzə kəsilib, təzə-təzə yığılıb, təzə-təzə də verilir. 30 nəfərdən 7-8 nəfəri də ki, zəhərlənmə olub. Bunu da ki, mən indi öz məlumatlarım, bir yarım saat, bir saatda gələn məlumatlardan çoxusu gec yeyilib. Yəni bu qida təhlükəsizliyi də bilir. Burada məlumat verilib ki, yəni ən azı bu hazır olandan 30 dəqiqə ərzində yeyilməlidir, səhv eləmirəmsə. Hələ bəzisi ki, yarısını yeyib, yarısını aparıb evdə qardaşına verir. Bax, bu 7-8 nəfəri belə araşdırmalı, bunun səbəbi nədən qaynaqlanıb? Gecə radələrində təxminən saat 1-də 8 uşaq qida zəhərlənməsi şübhə diaqnozu ilə Yoluxucu Xəstəliklər Xəstəxanasının şöbəsinə müraciət etmişdir. Halsızlıq, ürəkbulanma, baş ağrısı, qusmalar, bəzi xəstələrdə yüngül ishal əlamətləri olmuşdur. Xəstələrin valideynlərinin deməyinə görə dönər qəbul etdikdən sonra bu hallar baş vermişdir. Xəstələr ilkin müayinədən keçirilmiş, lazımı müayinələr götürülmüş, lazım müayinələrdən sonra xəstələrə ilkin tibbi yardım göstərilmiş. İlkin tibbi yardımdan sonra xəstələrin vəziyyəti yaxşı, kafi halda evə yazılmışdır.